Qızım, bu yaxşı yol idi. Yenidən xarab oldu. İndi bərbad vəziyyətdədir. Çox bərbad vəziyyətdədir. Qobu cəmaatı çox şad olar ki, bu yollar düzəlsin. Bu təmir işləri düzəlsəydə əgər yaxşı olardı. Yollarımız pis gündədir. Sakinlərin yaşadıkları problem öz həllini tapır. Hökməli Qobu yolundayıq. Bu ərazidəki yollar əsaslı olaraq təmir olunacaq və mərhələli şəkildə keyfiyyətli yol infrastrukturu yaradılacaq. Sərəncama əsasən Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının yenilənməsi üçün ilkin olaraq 1 milyon 400 min manat vəsait ayrılıb. Sakinlər bu ərazidə aparılacaq təmir işlərinin gündəlik hərəkəti asanlaşdıracağına və ərazinin inkişafına töhfə verəcəyinə ümid edirlər. Biz də istəyirik gözəl olsun, Hökməli də kətdə yaşamaq yox. Burada elə şəhər boyda yerdir, balaca yerdir. Yolların abadlaşması, genişləməsi daha çox əhalinin xeyrinədir. Tək məni yox, bütün burada yaşayanların hamısını sevindirəcək əlbəttə. Hökməli Qobu yolunun əhəmiyyəti həm də ondan ibarətdir ki, Bakı şəhərinə daxil olmadan, hətta Bakı dairəvi yoluna daxil olmadan Quta qəsəbəsi istiqamətində hərəkət edərək birbaşa Salyan şosesinə çıxışı var. Və onu da qeyd etmək yerinə düşər ki, bu layihələr Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramı çərçivəsində həyata keçirilir və mərhələ ilə ətraf ərazilərdəki, Abşeron qəsəbələrindəki yolların hamısının təmir olunacağı planı var. Qeyd edək ki, təmir işlərinə 2026-cı ildə başlanacaq. Aynur Hökmüravan, Fariz Şıxalizadə, Əntiqə Fərəcova, ASTV Xəbər.